Azərbaycan Respublikasının prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibə verib. Prezident İlham Əliyev müsahibədə bir çox məsələlərə, o cümlədən yerli idarə etmə, kadr islahatları, sosial məsələlər, Azərbaycan dili, təhsil və digər mühüm məqamlara toxunub. Milləti millət eləyən dildir. Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərlə bağlı Cəbhə TV-yə danışan Milli Dirçəliş Hərəkat Partiyasının sədri, istiqlalçı deputat Fərəc Quliyev deyib ki, prezident müsahibəsində çox vacib məsələlərə toxunub. Cənab Prezidentin son müsahibəsində bir çox prinsipal məsələlərə toxunuldu. O cümlədən hesab edirəm ki, çox əhatəli və bir proqram əslində müsahibə oldu. Bundan bəzi məmurlar, işin yarıtmayanlar nəticə çıxarmalıdırlar. Ölkə daxilində ciddi islahatlara dəstək verməli olanlar biraz hərəkətlənməlidirlər. Bir neçə məsələ çox mühüm idi. Biri, məmurlarla bağlı idi ki, ölkədə ciddi şəkildə məmur özbaşınalığına etiraz var. Əlbəttə, işin öhdəsindən gələn yaxşı strukturlar da vardı. Milli Təhlükəsizlik Xidməti olsun, Hərbi Nazirliyimiz, Asan Xidmət kimi nümunəvi yerlər də vardı, amma heç nədən bütün bu yaxşı işlərə kölgə salan nazirliklər də vardı, məmurlar da vardı. Və prezident də qeyd edirdi ki, mən dəfələrlə təyinatlar vaxtı göstəriş verməyə baxmayaraq, təəssüflər ki, işin öhdəsindən gəlməyənlər, əyri yolları əl atırlar, onlar haqqında da ciddi ödül götürülür və götürüləcəkdir. Və hesab edirəm, Naxçıvan nümunəsində çəkdi. Bundan əvvəl də Naxçıvan rəhbərliyinin hərəkətləri məhkəmə tərəfindən bəzi məmurlar qiymətləndirilir, dəyərləndirilir və proses də bəncə yavaş çıxarılacaqdır. Ölkə daxilində Azərbaycan digər hissələrində onlar da məncə cəzalanmalıdırlar. Ölkədə əgər doğrudan biz bir ədalətli mühit istəyiriksə, qanun qarşısında onun bərabərliyi təmin olunmalıdır. İşində bacarmayanlar təbii ki, kənarlaşmalıdır. Ölkə prezidenti çox açıq şəkildə təhsillə bağlı, kadrla bağlı danışıldığı bizim kifayət qədər kənarda təhsil alıb gələn məzunlarımız da vardı. Ölkənin daxilində yetişən yaxşı kadrlarımız da vardı. O bazadan istifadə eləməklə yaratılmaz kadrları əvəzinə belə olur. Özdə bugün artıq 5-ci sənə inqilabi dönəmliyindi. Daha modern davranış, daha tələbkar bir mühitdə günün trendinə uyğun davranış nümayiş etdirə bilən adamlar iş başında olmalıdırlar. İkinci bir məsələ dillə bağlı idi. Dillə bağlı prezidentin söylədiklərini birmənalı şəkildə dəstəkləyirəm. Çünki dil təkcə ünsiyyət vasitəsi deyil. O, mədəniyyətimizin, dövlətçiliyimizin, kimliyimizin əsasında duran bir amil deyil. Belə də qeyd elədi əslində ölkə başçısı. Və onu qorumaq üçün də çox ciddi addımlara ehtiyac var. Təkcə yad kəlmələrin dilimizə süni şəkildə daxil olması söhbətindən getmir. Həm də məsələn, mən hesab edirəm, ölkədə çoxlu rus məktəblərinin olmasına belə ehtiyac yoxdur və əhalinin 10% rus dilində təhsil alır demək olar ki. 300-ə qədər rus dilli məktəblər vardı. Əgər ruslar burada təhsil almaq istəyirlərsə, özəl məktəblər aça bilərlər. Bu məsələ ciddi məsələdir. Bu yaxınlarda yenidən Rusiya dövlətinin yuxarı eşelonunda olanlar yenə də Rus evinin burada açılması məsələsini qaldırırlarsa, onlar Rus mədəniyyət evinin olmasıyla, bu qədər məktəbin olmasıyla razılaşmadan daha ifrat tələblərdə bulunurlarsa, deməli məqsədli şəkildə baxırlar məsələlərə. Biz də o məqsədlərin qarşısını almaq üçün fərqli davranmalıyıq. Hesab edirəm, bu dil məsələsi ilə bağlı olaraq bir konseptual yanaşma lazımdır, yeni bir doktrin lazımdır. Hətta mən hesab edirəm ki, dilimizin türk dili olmasını konstitusiyada belə təsdiq eləmək lazımdır. Başqa ciddi məsələlərdə toxunuldu və mən zaman-zaman bu məsələlərdə münasibət bildirəcəm.